Hörmətli müəllimlər, dəyərli şagirdlər və musiqinin sehirli dünyasına qəlbən bağlı olan bütün əziz dinləyicilərimiz. Bu xoş səhərdə hər birinizi səmimi salamlayır, dərslərinizdə və işlərinizdə böyük müvəffəqiyyətlər arzulayıram. Efirdə hər gün yeni biliklərlə görüşünüzə gələn məktəbimizin mədəni nəbzi olan Gələcəyin İşığı FM radiosudur. Mən 9A sinif şagirdi Əlizadə Burla xatun. Bugün təqvimdə olduqca əhəmiyyətli, qürurverici və eyni zamanda hüzünlü bir hadisə haqqında danışmaq üçün qarşınızdayım. 13 may 1982-ci ildə Azərbaycan musiqi mədəniyyətinin ən böyük zirvələrindən biri dahi bəstəkar Qara Qarayev əbədiyyətə qovuşmuşdur. Bugün biz onun musiqi dünyasına qısa bir səyahət edərək xalqımıza bəxş etdiyi nəhəng irsi birlikdə xatırlayacaq və sənətkarı hörmətlə anacağıq. Qara Qarayev 1918-ci ildə Bakı şəhərində ziyalı bir ailədə dünyaya göz açmışdır. Uşaqlıqda musiqiyə olan sonsuz marağı onu Bakı və Moskva konservatoriyalarına qədər aparmışdır. O dahi Üzeyir Hacıbəylinin ən parlaq tələbələrindən biri olmuş, ondan milli musiqimizin sirlərini dərindən öyrənmişdir. Qarayevin yaratdığı hər bir əsər Azərbaycanın zəngin muğamları ilə dünya klassik musiqisinin möhtəşəm birliyidir. Onun 7 gözəl və ildırımlı yollarla baletləri bu gün də dünyanın ən böyük səhnələrində nümayiş etdirilir və heyranlıqla izlənilir. O musiqini elə yazırdı ki, notlar sanki bir hekayə danışır, dinləyicini duyğu dolu bir dünyaya aparırdı. Məktəb illəri milli dəyərlərimizi tanıdığımız, zövqümüzün formalaşdığı ən gözəl dövrdür. Qara Qarayev bizə öyrətdi ki, uğur qazanmaq üçün çox çalışmaq, dayanmadan mütaliə etmək və köklərimizə bağlı qalmaq vacibdir. O bəstələri ilə insanlara sevgini, sülhü və xeyirxahlığı aşılamağa çalışırdı. Biz şagirdlər üçün Qara Qarayev şəxsiyyəti bir iradə, zəhmətkeşlik və tükənməz enerji nümunəsidir. O, musiqi təhsilində böyük yeniliklər etmiş, yüzlərlə gənc musiqiçinin yetişməsində misilsiz rol oynamışdır. Bugün biz onun əsərlərini dinləyərkən qürur duyuruq və bu dahi bəstəkarın nə qədər dərin dünya görüşünə sahib olduğunu anlayırıq. Əziz dostlar, böyük sənətkarlar əslində ölmürlər. Onlar ölməz əsərləri ilə hər zaman aramızda olurlar. 13 may 1982-ci il bizdən dahi şəxsiyyəti aparsa da, onun musiqisi Azərbaycanın hər bir güşəsində səslənməkdədir. Qara Qarayevin musiqisini dinləmək həm də tariximizi, ruhumuzu və azadlıq istəyimizi dinləmək deməkdir. Biz gənclər belə şəxsiyyətləri tanımalı, yaradıcılığını öyrənməli və adlarını uca tutmalıyıq. Çünki milləti gələcəyə aparan onun mədəniyyəti və o mədəniyyəti quran fədakar insanlardır. Qara Qarayev musiqi dünyamızın sönməyən günəşidir. Azərbaycanın hər bir uğurunda, hər bir mədəniyyət bayramında biz Qara Qarayevin ruhunu, musiqisindəki o milli ritmi hiss edirik. Onun yaradıcılığı həm də milli birliyimizin və intellektual gücümüzün simvoludur. O musiqisində Azərbaycan uca dağlarını, Xəzərin ləpələrini və xalqımızın yenilməz ruhunu canlandırırdı. Müasir dövrdə biz texnologiyadan istifadə edərək bu dahi insan əsərlərini bütün dünyaya daha geniş tanıda bilərik. Məktəbimizdə keçirilən musiqi dərsləri onun irsini yaşatmaq üçün mühüm əhəmiyyət kəsb edir. Gəlin sənətkarın həyatından örnək alaq və öz sahəmizdə hər zaman ən yaxşısı olmağa çalışaq. Dəyərli dinləyicilər, dahi bəstəkar Qara Qarayevin xatirəsinə həsr olunmuş radio verilişimiz sona çatır. Ümid edirəm ki, bugün söylədiklərimiz sizdə milli mədəniyyətimizə qarşı marağı daha da artırdı. Böyük sənətkarı dərin hörmət və minnətdarlıqla anırıq. Sizinlə mənidir. 9A sinif şagirdi Əlizadə Burla xatun. Gələcəyin İşığı FM radiosu adından hər birinizə xoş günlər və musiqi dolu anlar arzulayıram. Səsimiz hər zaman incəsənətin, elmin və tərəqqinin yanında ucalacaqdır. Növbəti görüşlərə qədər mədəniyyətimizi sevin və yeni biliklərlə silahlanın. Sağlıqla qalın, məlumatlı qalın və hər zaman bizimlə qalın.